Salam, hörmətli abituriyentlər. Bizim bugünkü mövzularımızdan biri 12-ci əsrin, 13-cü əsrin mövcud olmuş Atabəylər dövlətidir, Atabəylər İldənizə dövlətidir. Atabəylər İldənizə dövləti 1136-cı ildən 1225-ci ilə qədər mövcud olmuşdur, 89-da mövcud olmuşdur, ancaq yaxın və orta şərqin tarixindən məmnun olmamışdır. Bildiyinizə görə Atabəylər dövləti digər dövlətlər kimi Böyük Sərbi İmperiyasının parçalaması nəticəsində yaranmışdır. Bizim bu dərsdə xəritədən istifadə etmemiz son dərəcədə vacibdir, önemlidir. Niyə? Ona görə ki, ətrafdakı qonşu dövlətləri tanımamız önemlidir. Və qəbulda düşən suallar əksəriyyəti lal xəritə olaraq göstərir və biz onu mükəmməl bilməliyik. Deməli, şimalda, Dərbənddən cənubda İran körfəzinə qədər geniş ərazini əhatə edirdi. Atabəy hökmdarları əsasən 5 nəfər olub. Deməli, Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Bəylivan, Qızıl Arslan, Əbu Bəkir və Atabəy Özbək. Dövlətin banisi Şəmsəddin Eldəniz olmuşdur. Ancaq bundan qabaq biz hələ əsas vacib məsələyə toxunaq. Hələ Atabəy dövləti yaranmamışdan qabaq biz lövhədəki olan xronoloji hadisələrə nəzər yetirək. Atabəylər dərsində mən dərs vəsaitlərimizdən 30 xronoloji hadisə çıxartmışam ki, ondan sonra bilmək son dərəcədə vacibdir. Ümumiyyətcə, tarixin əsasını 50%-dən yuxarısını, ancaq bunu xronoloji hadisələr təşkil edir. Və mən hər bir dərsdə xronologiyadan istifadə edirəm və mənim üçün çox uğurlu alınır. Dərsin icraatında, təlimində mütləq xronoloji hadisələrə ünvan vermək, yer vermək lazımdır. Birinci 1118-1194-cü illər bunlar hansı hadisədir? İraq Səlcuq Sultanının mövcudluğu tarixinə aiddir. Çünki İraq Səlcuq Sultanının parçalanması nəticəsində əslində tənəzzülün zəifləməsi nəticəsində Atabəylər dövləti yaranır. Deməli, 1118-1194-cü illər İraq Səlcuq Sultanının mövcudluğu tarixidir. 1132-1134-cü il İkinci Sultan, İraq Səlcuq Sultanı, İkinci Sultan Toğrulun hakimiyyəti illəridir. 1134-1151-ci illərdə İkinci Sultan Toğrulun vəfatından sonra hakimliyə gələn Sultan İraq Səlcuq Sultanı Məsudun hakimiyyəti illədir. Məsudun hakimiyyəti dövründə 1136-cı ildə Eldəniz Bəhdəyə əmir olaraq göndərmişdir və 1136-cı ildə o buradan Atabəylər Eldənizə dövlətini yaratmışdır. 1136-1175-ci ildə Şəmsəddin Eldənizin hakimiyyəti dövrüdür. 1160-cı ildə Şəmsəddin Eldəniz böyük Atabək titulunu qəbul edir. Bir məsələ o var ki, buradan, bu hansı hadisədən sonra Eldəniz Atabək titulunu qəbul edir, biz ona diqqət etdirməliyik. Deməli, 1160-cı İraq Səlcuq Sultanlığında, yeni Səlcuq Sultanlığında yeni feodallar qiyam qaldırdılar və mərkəzi hakimiyyətə qarşı ixtişaş baş verdi və İraq Səlcuq Sultanı hakimiyyətdən verildi. Ancaq saray incə qarından müdaxilə edən, qoşulmayan Eldəniz bundan məharət istifadə edir və 1160-cı ildə o İkinci Sultan Toğrulun oğlu Aslan Şahın Kağızçı Atabəyə təyin edilmişdi. 1161-ci ildən 1176-cı ilə qədər ikinci Toğrulun oğlu Aslan Şahı İraq Səlcuq Sultanlığına hakimiyyətini taxtına yerləşdirir və bununla da 1160-cı ildə olan daxili saray çəkişmələrinə son qoyur və İraq Səlcuq Sultanlığında eyni zamanda Eldəniz Şəmsəddin Eldəniz idarə etməyə başlayır. 1112-ci əsrin 60-cı illərində Atabəylər dövlətinə Gürdlər müdaxilə edirlər, hücum edirlər. 1160-cı illərdə əvvəllərində onlar Azərbaycan qərb torpaqlarından Aniyə və Dəblə hücum etmişlər və buradan Dəbil şəhərinə qarət edilərək zəbt eləmişlər. 1139-cu ildə çox təəssüf olsun ki, acı bir xəbər alınır. Belə ki, 1139-cu il sentyabrın sonunda Gəncədə böyük zəlzələ baş verir, bəzi mənbələrdə 300-dən yaxın insan tələf olur və bundan istifadə edən Öldür Davidin oğlu 1-ci Demetri Azərbaycan Gəncə istiqamətləri həm də müdafiə edir və tələf olan insanların üst başını qarət etməklə geri çəkilən şərt çəkilir. Bu zaman o Gəncə qapılarının bir hissəsinin, bir tayını apararaq Gürcüstanda Qutay şəhərinin 2 kW manasının üzərində tam özü kimi hələ də istifadə olunmaqdadır. Çox təəssüf olsun ki. 13-cü əsrin 60-cı illərin dedi ki, Gürcülər Azərbaycana müdaxiləsidir və 1161-ci ildə
Gürcülər yenidən Azərbaycana hücum edərək Azərbaycan qərb torpağını qarət edirlər, Ani şəhərini tuturlar, qarət edirlər. 1163-cü ildə yenidən Gürcülər Azərbaycana hərbi müdaxilə edir və burada 1163-cü ildə Naxçıvan döyüşü baş verir ki, Şəmsəd İlləniz Naxçıvan döyüşündə Gürcülərə məğlub edilir. Və 1164-cü ildə Gürcüstana hərbi müdaxilə təşkil edir Şəmsəd İlləniz, uğurlu bir yürüyüş olur. Tiflisə qədər olan geniş ərazini zəbt edir, qarət edir və Gürcülərin xəzinəsi də, 2. Georgiyın xəzinəsi də əlindən alınır. 1175-ci ildə avqust ayında olan hadisə nə idi? 1175-ci ildə deməli, paytaxt Həmədandan və Naxçıvandan Həmədana köçürülür. Hansı ki, ilk Atabəylərin paytaxtı ilk əvvəl Naxçıvan olmuşdur. Ondan sonra, Naxçıvandan sonra 1175-ci ildə paytaxt köçürülmüşdür Həmədana. O da Qızılbaşlı Məhəmməd Can Pəhlivanın hakimiyyət dövründə olmuşdur. Ancaq biz 16-cı xronoloji hadisədə əsas bizim nəyi nəzərdə keçirməliyik? 1175-ci il avqustunda olan hadisəni. Deməli, hələ Şəmsəd İlləniz sağlığı dövründə onu diqqət etməliyik. Oğlu Məhəmməd Can Pəhlivanın Gürcüstana yürüyüşə göndərir. Yürüyüş çox uğurlu alınır və artıq Gürcülər bununla da Ani və Dəbir şəhərinin olan ideyalarından tamamilə əl çəkirlər. Bu hadisə baş verir uşaqlar. Hələ Şəmsəd İllənizin hakimiyyət dövründə səhvən bəzi testlərdə aldıcı suallaraq bunu Məhəmməd Can Pəhlivan hökmdar kimi hakimiyyət dövrünə ad edirlər. Ancaq o yanlışında diqqət etmək lazımdır. 1175-ci ildən 1186-cı qədər hakimiyyətdə Məhəmməd Can Pəhlivan hakimiyyətdə olur. Və bu 18-ci hadisələrdir, 1176-1194-cü illər bu sonuncu İraq Səlcuq Sultanın, 3. Sultan Toğrulun hakimiyyət illəridir. 1175-ci ildə həmin o hadisələrlə bağlıdır. 1186-1191-ci illərdə növbəti Atabey hökmdarı Qızılbaşların hakimiyyət dövrüdür ki, onun hakimiyyəti dövründə 1190-cı ildə 1-ci Həmədan döyüşü, xüsusilə olmaq xət çəkmişəm. Deməli, 1190-cı Həmədan döyüşü, şəhəti olan biz ona 1-ci Həmədan döyüşü deyil, Atabeylər dəyəsində. Çünki 1190-cı ildə Həmədan döyüşündə Qızılbaşların Sultan Toğrullar, 3. Sultan Toğrulun üzrə qələbə çalmışdır və 1191-ci ildə o Sultan titulunu qələb etmişdir. Elə çox təəssüf olsun ki, daxili çəkmə nəticəsində 1191-ci ildə Qızılbaşların Sultan titulu aldığı il suiqəst nəticəsində, xəyanət nəticəsində öldürülmüşdür. 1191-1210-cu illər Əbubəkirin hakimiyyət illəridir ki, onun hakimiyyət dövründə ölkənin tənəzzülü başlamışdır. Olduqca çətin bir dövr idi. 1194-cü ildə Xarəmşah, Osasından gələn Xarəmşah təkəş Azərbaycanın şərq torpaqları hücum edir. Deməli, burada Həmədan, Rey və Xorasanı qarət edir və zəbt edir. Bu hadisə baş verir 1194-cü ildə. Məhz bu hadisəyə əlaqədar olaraq 1197-ci ildə şəhəti olaraq 2-ci Həmədan döyüşü baş verir Atabeylər dəyəsində. Və bundan sonra hökmdar Əbubəkir 1197-ci ildə 2-ci Həmədan döyüşündə Xarəmşahları Azərbaycandan qovur və Həmədana qədər Həmədan daxilməklə Azərbaycan torpaqlarından geri qaytarır. 1210-cu ildə nə yadda qalmışdır? Gürcülərin Azərbaycana çox böyük bir hərbi müdaxiləsi baş vermişdir. 1210-cu ildə köhnə kitablarda həmin o səkirə adını da verir. Zikari Mexanizili adlı Gürcü səkirlər Azərbaycanda qarətçi yürüyüşüdür və əsasən bu istiqamətdə keçərək Azərbaycan cənub torpaqlarından, Xəzərin cənubuna, bu Azərbaycana gəlir. Burada Gəzmindir, Əhərdir, Zərcandır, Miyanədir, Rəşdir, bu deməli, bu ərazlərdir, Reydir. Bu geniş bir Marağa daxil Təbrizə qədər geniş bir ərazimizi qarət edir və geri ölür. 1210-cu, 1225-ci ildə isə sonuncu Atabey hökmdarı, Atabey Özbəyin hakimiyyət dövrüdür. 1220-25-ci illərdə həm Gürcülərin, həm Xarəmşahların Azərbaycana hücumundan əlaqədar bir dövrüdür və 1225-ci ildə isə Atabey dövlətinin 89 ildən sonra süqutudur ki, o da Xarəmşah Cəlaləddin Azərbaycana hərbi müdaxilə etmiş və 1225-ci ildə
Atabəylər dövlətinin varlığına çox təəssüf ki, son qoymuşdur. Bir neçə kəlmə də Atabəylər dövlətinin hökmdarlarından danışaq, məlumat verək. Deməli, Şəmsəddin Eldəniz dövlətin banisi olmuşdur. O 1136-1175-ci ildə hakimiyyət olmuşdur. Görkəmli sərkərdə, siyasətçi və dövlət xadimi olmuşdur. Hakimiyyətin dövründə Eldənizə dövlətinin Ağsunqurlərin Marağa hakimiyyətindən başqa bütün Azərbaycan tarixi torpaqlarını əhatə etmişdir. Ancaq Ağsunqurləri Azərbaycandan Marağanın geri qaytarmaq isə Məhəmməd Cahan Pəhləvana aid olmuşdur, nəsib olmuşdur. Ondan sonra hakimiyyətə gələn Məhəmməd Cahan Pəhləvan atası kimi eyni zamanda 50 min nizami süvari qoşun təşkil etmişdir və 1175-dən 86-cı ilə qədər hakimiyyət olmuşdur. Görkəmli sərkərdə və diplomat olmuşdur. Hakimiyyət dövründə Eldənizə dövlətinin hərbi siyasi qüdrəti daha da artmışdır və Abbasi xəlifəsinin onun dövlətin işinə qarışmasına, daxil etməsinə qətiyyən yol verməmişdir. Qızıl Arslan hakimiyyət dövrünə gələr. Ancaq bundan qabaq biz Məhəmməd Cahan Pəhləvan adı ilə biz deyə bilərik ki, ona aid olana deyə bilərik ki, deməli, paytaxtı Naxçıvandan Həmədana köçürmüş, atası kimi 50 minlik daimi nizamı ordu yaratmış, sonra əhər hakimlərlə öz adından pul zərb etməsini təmin etmişdir və ölkənin qüdrətinin çiçəklənməsini təmin edə bilmişdir. Məhəmməd Cahan 10 illik hakimiyyət dövründə Atabəylər dövləti heç bir xarici müdaxiləyə məruz qalmamışdır. Qızıl Arslan hakimiyyət dövründə Eldəniz hökmdarı görkəmli siyasi və dövlət xadimi olmuşdur. Hakimiyyət dövründə saray müdaxiləsi müxalifətinə qarşı və yeni federal qurultayına qarşı mübarizə aparmalı olmuşdur. Təbii ki, 1190-cı ildə o Həmədan döyüşündə İraq sədri Sultan Məsud üzərində qələbə, ikinci Sultan Toğrul üzərində qələbə çalmışdır. Onun oğlu özü və oğlunu əsir almışdır. Və 1191-ci ildə daxili çəkmə nəticəsində sultan olaraq hakimiyyətdən qeyrilmişdir, öldürülmüşdür. Sonraki hökmdar Əbu Bəkirdir. Eldənizə hökmdar Əbu Bəkir hakimiyyət dövründə mərkəzi hakimiyyəti və ələ keçməyə uğruna mübarizə düzəlmiş, aram müharibələri və daxili çəkmə dövlətin tənəzzülünün səbəb olmuşdur. Əbu Bəkir yalnız 1190 hakimiyyətin 1194-cü ildir ki, Xarəmşahlar təkəş Azərbaycan hücum etmiş, deməli, Həmədan, Rey və Xorasanı zəf eləmişdir. Ancaq 1194-cü ildə Əbu Bəkir Xarəmşahlar Azərbaycandan qovmağa nail olmuşdur ki, 2-ci Həmədan döyüşündə qovmağa nail olmuşdur. Və sonunda Atabey hökmdarı Atabey Özbək olmuşdur ki, onun da hakimiyyət dövründə ölkə tamamilə zəifləmiş və süquta doğru getmişdir. Eldənizə dövlətinin dağılması da bunun dövründə sürətlənmişdir. Xarəmşah cəmiyyətinin tərəfindən Azərbaycanda 1225-ci ildə hakimiyyət zəbt olmuş və 1225-ci ildən 1231-ci ilə qədər 6 il müddətində Azərbaycanda, yəni Atabəylərin ərazisində Xarəmşahların, yəni Cəlaləddin dövlətini qurmağa nail olmuşdur. Burada gördüyümüz cədvəl isə Eldənizə dövlətinin idarəçinin sxemidir. Şəxsi divan, hökmdarın şəxsi divanı mövcud olmuşdur və onun tabi olan vəzir, valilər, yəni vilayəti idarə edənlər və Tuğrayı mövcud olmuşdur. Deməli, hökmdara tabi edir valilər, valilərə tabi edir naiblər, hər bir vilayətin naibi vardır və naibi də tabi edir darğalar ki, ona da şəhərləri asayişini qoyurlar, idarə edirlər, dövlətin sabitliyini təmin edirlər. Atabəylər dövləti haqqında əsasən lazım olan bunlardır. Yenə gedilir. Burada 1-ci və 2-ci 1190 və 1197-ci ilədəki bu Həmədan döyüşlərini qeyd eləməliyik. Şəmsəddin Eldənizin və Məhəmməd Cahan Pəhləvan hakimiyyəti dövründə olan mühüm hadisələri biz nəzərdən keçirməliyik. Xarici müdaxilələrə, əsasən Gürcə tərəfindən gələn xarici müdaxilələri olanları nəzərdən keçirdik və Xarəmşahlardan olan hücumların nəzərdən keçirməmiz olduqca vacibdir. Bu gördüyümüz bu xəritədə isə Əyyubilər dövləti ilə həmsərətdir, Mosul Atabəylər dövləti ilə, Ərəb İraqında Bağdad xilafəti ilə həmsərətdir, Cənubda Xuzistan, Fars Atabəylər dövləti, İsmaillər dövləti ilə həmsərət olmuşdur və hansı ki, onlar İsmaillər dövləti 1090-cı ildən 1256-cı ilə qədər mövcud olmuşdur və
şərqdə də Xaricistان dövləti ilə həmsərhəd idi və orada aşağıda da Kirman vilayətinin Kirman Atabəyli dövləti də mövcud olmuşdur. Xəritə olduqca önəmlidir, mən yenə təkrar edirəm. Xəritəsi tarix dərsini keçmək maraqlı olunur. Daha çox xəritədən istifadə etməklə bu dərsləri yanımızda saxlaya bilərik. Olduqca önəmlidir.